Salam dəyərli şagirdlər və valideynlər. Bugün sizinlə 5-ci sinif riyaziyyat dərsliyində səhifə 34-də yerləşən çalışmalara baxacağım. Bunun üçün də kanala abunə ola bilərsiniz. Növbəti videolarda izləyə bilərsiniz həmçinin. Baxırıq 10-cu məsələyə. Deməli, buraya yazıram 10. Əli mebel mağazasında işləyir. 10 həftəlik əmək haqqı 200 manat və əlavə olaraq satışdan daxil olan məbləğ 2% kimi hesablanır. Deməli, Əlinin həftəlik əmək haqqı Y ilə. Bura A variantı yazıram. Y ilə. Yəni Y nəyə bərabərdir? Özü 200 manat alır da, elə deyil. 200 gəlsin, satışdan daxil olan məbləğ. Biz bilmirik nə qədər məbləğ olur. Onu bilirik ki, o məbləğin də 2%-ni alır. Yəni X-in də 2% nə deməkdir? 0,2 deməkdir də. Yəni artıq bilirik ki, 2% olanda biz bunu əvvəl onluq kəsrə çeviririk, 0,2 yaza bilirik. Ya da kəsir formasında %2. Onda bizim düsturumuz bunlardan hansı olur? İkinci Y bərabərdir 200 üstə gəlsin 0,2x. B variantına baxırıq. Deyir, həftəlik satış 4000 manat təşkil edərsə, əmək haqqı nə qədərdir? Y bərabər, deməli, X-imiz 4000 olub da, 200 üstə gəlinsin, 4000 vurulsun 0,2 bərabərdir. 200 üstə gəlsin, 4000 0,2-yə vuranda 80 edir, o da edir 280. C variantına baxırıq. 300 manat əmək haqqı alıb. Yəni, bu dəfə Y 300 manat deyir. Y-in yerinə qoyacaq. Bizim düsturumuz bu olmuş, elə deyil. Yəni, Y bərabərdir 200 üstə gəlsin. X vur 0,2 ya da 0,2x yazardıq. Neçə eləyib? 300. Y buna bərabərdir. Hər tərəfindən şagirdlər biz nəyi çıxacaq? 200-ü çıxırıq. Tənliklərdən artıq bunu bilirsiniz. Bunlar ixtisar gedir. Qalır 0,2x bərabərdir 100. Burada da hər tərəfi nə eləyəcək? X tək qalsın deyə 0,2-yə böləcək. Buranı da 0,2-yə bölürük. Onda x edir. X bərabərdir. Bunlar getdi ixtisar. 100 bölünsün 0,2. Bu vergülü çəksək, burada 2 dənə 0 gələcək də. Bölünsün 2 olur. O da edir 5000. Yəni 5000 dəyərində mal satılıb ki, 300 manat əmək haqqı alıb. 11-ci çalışmaya baxırıq. Y bərabərdir 12 çıxılsın X. Asıllığın qrafikini qurun. Verilmiş koordinat cütlərindən bu asıllığa uyğun olanları müəyyən edin. Deməli, şagirdlər, özümüzdən bir qrafik qura bilərik. Cədvəl daha doğrusu başa düşmək üçün. Bura X yazıram, bura Y. X-a 1 verəndə, məsələn, Y edir 11. X-a 2 verəndə Y 10. X-a 3 verəndə Y 9. Fikir verirsiniz, X artdıqca Y-lər azalır. Bunu bir dənə qrafikdə göstərək. Çalışın dəftərinizə səliqəli çəkin şagirdlər. Bu deməli, bura X-dir, burada Y-dir. X-a verdik biz 1, 2, 3. Bura 1-dir, bura 2-dir, burada 3. Y-də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, biz X-a 1 verəndə, yəni 1 verəndə Y neçə alınıb? 11. X-a 2 verəndə Y neçə alındı? 10. X-a 3 verəndə Y 9. Deməli, bunun düz xətt bu formada gələcək. Bu da oldu bizim qrafikimiz. İndi bura baxırıq. Deyir ki, verilmiş koordinat cütlərindən bu asıllığa uyğun olanları müəyyən edin. Yəni, şagirdlər, biz burada birinciyə X qoyacaq, ikinciyə Y. İndi 12-dən, baxın burada da yazsam. Görəsən, bu Y bərabərdir. Y bərabərdir. 12 çıxılsın X-a 2, 14 koordinat cütü uyğundurmu? 12-nin yerinə gəlirik, X-in yerinə gəlirik 2 qoyuruq. Yəni, Y bərabərdir 12 çıxılsın 2 bərabərdir 10 eləməlidir. Amma burada 14 verilib. Deməli, bu uyğun deyil. Bu deyil uyğun. Sonra ikinci verilib 4, 8 yazırıq. Y bərabərdir 12 çıxılsın 4. Həqiqətən də 8 alındı. Bu uyğundur. Sonra 12-nin yerinə 5 qoyuruq. Y bərabərdir. Yəni 12 çıxılsın 5 bərabərdir 7. Bu da uyğundur. 8 ilə 4 qoyanda 12 çıxılsın 8 bərabərdir 4. Bu da uyğundur. Deməli, burada 3 uyğun oldu, biri uyğun olmadı. Sonra
Qrafikə əsasən ulduz yerinə uyğun ədədi tapın. Yəni məsələn burada nə göstərib bizdə? Deyir ki, bura x-dır da, birinci x-dır, yəni 3 ulduz qoyub. Bu birinci x-dır, ikinci y-dir. Onda biz y bərabərdir 12 çıxılsın x-da. Gətirib x-in yerinə 3 qoyuruq. 3 bərabərdir 9. Birincidə deməli ulduzun yerinə nə olmalıdır? 9. Y bərabərdir 9. İkincidə isə ulduz 5 qoyub. Yəni nə məlum deyil? X. Amma 5-də y-in yerinə qoyuruq. Baxın bura. Onda yazırıq ki 12 çıxılsın x bərabərdir 5. X də bərabər olur şərtlər 7. İkinci də ulduzun yerinə 7 yazılacaq. 12-ci çalışmaya baxırıq. Elxanın 10 manat pulu var. Lalənin pulu 4 manatdan çox, Elxanın pulundan isə azdır. Lalənin pulunu dəyişəni olan bərabərsizliklə necə ifadə etmək olar? Baxın, Elxanın 10 manatdır da pulu. Lalənin pulu da 4 manatdan çoxdur. Yəni bu 10-dan 4 arasındadır da bu x. Deməli, x 10-dan kiçikdir, 4 manatdan da çoxdur. Bu da bizim bərabərsizliyimiz olacaq şərtlər 12-ci misalda. 13-cü misala baxırıq. Bərabərsizliyin həllini ədəd oxunda təsvir edin, tələb olunan ədədi tapın. Ən kiçik natural ədəd. Baxın, natural ədəd deyirsə, tamla olmayacaq, kəsirlə olmayacaq, ədəd olacaq. 1, 2, 3, 4, baxın belə. İndi burada A variantında A böyükdür, bərabərdir 17 deyir. Burada 18 də ola bilər, 19 da ola bilər. Amma ən kiçiksə bərabərdir, 17-yə də bərabər ola bilərdi, elə deyilmi? Ədəd oxunda deyir, göstərin. Deməli, içi dolu olacaq. Buraya yazırıq 17 və oxumuz da bu istiqamətdə olacaq. Ən kiçik qiymətimiz də alacaq 17-də. Buraya yazıram A bərabərdir 17-də ən kiçik qiymət alır. Sonra B variantına baxırıq. B-də isə belədir. 2,5 x böyükdür. Yəni x 3 ola bilər, 4 ola bilər, 5 ola bilər. Ən kiçik qiymətində x 3 alır, elə deyil. Yəni 4, 5, 6, 7-dən 3 daha kiçikdir. Və ədəd oxunda yazsaq, bura 2,5 qoyuruq, amma içi boş olur. Çünki bərabərsizlik xətti yoxdur orada. Və belə olur. Yəni bu istiqamətdə ədədlər gedəcək. Sonra C variantına baxırıq. 2x böyükdür. Yəni x yenə 3 eləyə bilər, 4 eləyə bilər, 5 eləyə bilər. Ən kiçik hisslərində 3 olacaq. Ədəd oxunu da götürsək, buradan bir dənə 2-nin özünü götürürük və oxumuz da bu istiqamətdə gedəcək. D variantına baxırıq. X fərqlidir 1-dən isə ən kiçik natural ədəd neçə ola bilər? X 2 ola bilər, elə deyil, ən kiçik. Yəni 0 götürə bilmərik, ona görə 2-ni götürəcəyik. Və burada da belə bir xətt olacaq. Belə və natural ədəd dediyi üçün də oxumuz bu tərəfə olacaq. Burada 1 verəcəyik. Sonra ən böyük natural ədədləri soruşur indi. O birisində A variantına baxırıq. Gəlin bunu daha yaşılla eləyək. Ən böyük deyir. İndi baxın, bura 16-nın özünə də bərabərdir. Artıq bunun üzərində fikirləşmədən 16 yaza bilərsiniz. Yəni, bura 15 də eləyə bilər, 13 də eləyə bilər. Amma 15, 13, nə bilim, 16-nın içərisində ən böyük 16 eləyirdi, elə deyil. Və ədəd oxu çəkirik. Buradan içi dolu yazırıq 16. Amma oxumuz bu istiqamətdə olacaq şagirdlər. Çünki burada yəni 13, 14, 15, 17, 18, 19 eləyə bilməz. Sonra B variantına baxırıq. 18. Aha. A-mız 18 böyükdürsə, A-mız edə bilər 16, 17. Amma içlərində ən böyüyü 17-dir, elə deyil. Deməli, ən böyük natural ədəd 17 olacaq. Ədəd oxunu da göstərsək, içi boş. Bir dənə 18 yazırıq və bu istiqamətdə olacaq. C variantına da baxırıq. 21,1 böyükdür, bərabərdir B. Deməli, B-miz 21 böyükdür, yoxsa 21,1, 21 böyükdür də. Bura 19 eləyə bilər, 20 də eləyə bilər, 10 da eləyə bilər. Amma ən böyüyünü soruşduğu üçün biz B-yə 21,1 veririk və çəkəndə də bura məsələn 20 və bu içi dolu olacaq. Bura 21,1 özə daxil olmaqla bu istiqamətdə gedəcək.
Aha. Sonra şagirdlər, baxırıq 14-cüyə. Sualınız olanda rəy bölməsində bildirin. Ola bilər bəzən diqqətsiz səhvlər də olur. Onda rəy bölməsində bilirsəz yaxşı olar. 14-cü çalışmaya. Deməli, kvadratın tərəfi x santimetrdir. Deməli, kvadratın bir tərəfi x-dırsa, digər tərəflər də x-dir, elə deyil. Hamısı x-dir də. Və düzbucaqlının uzunluğudur. Amma düzbucaqlının eni və uzunluğu var deyə o kvadratdan fərqlidir. Düzbucaqlının uzunluğu bu kvadratın tərəfindən 5 santimetr. Yəni uzunluq tərəfi nə qədərdir kvadratın x-dir. Amma düzbucaqlının isə bundan deyir 5 santimetr çoxdur. Yəni x-in üstə 5 gəlirik. Eni isə kvadratın tərəfindən, yəni yenə x-da nə qədər böyükdür? 2 santimetr böyükdür. Bu x-i silim, siz burada çaşmayasınız. Aha. Yəni bu düzbucaqlının tərəfləri uzunu kvadratın deməli tərəfindən, yəni bu x-dan 5 santimetr çoxdur. Eni də yenə bu x-dan 2 santimetr çoxdur. Perimetrin düzlüyünü soruşur. Perimetr bərabərdir 2 vurulsun a üstə gəlsin b ilə hesablanır. Yəni a-nın yerinə x üstə gəlsin 2 qoyuruq, b-nin yerinə x üstə gəlsin 5 qoyuruq. Yəni 2 vurulsun, x üstə gəlsin 2 üstə gəlsin, x üstə gəlsin 5 bərabərdir 2 vurulsun. Baxın, bu x-lar bir toplanır, edir 2x. 2 ilə 5 də bir toplanır, edir 7. Bərabər, düsturumuz da 2-ni bir dəfə paylama qanununa görə 2x-a vururuq, bir dəfə də 7-yə vururuq. O da bizə verir 4x üstə gəlsin 14. Bu bizim düsturumuz oldu. Yəni bu düsturun hesablanacaq. P bərabərdir 4x üstə gəlsin 14. Kvadratın tərəfi 7 cm olarsa bu nə deməkdir? Yəni deyir ki, bu A variantı idi, B variantı. Kvadratın tərəfi bu x 7 cm olanda perimetr nə qədər olacaq? P bərabərdir 4x üstə gəlsin 14 düsturumuz əlimizdədir. X-i yenə gətirib 7 qoyuruq. Yəni 4 vurulsun 7 üstə gəlsin 14 bərabərdir. 4-ü 7-yə vuranda edir 28. 28-in üstə də 14 gələndə edir 42. Bu qədər. Sistem hissəyə baxırıq şagirdlər. İnternetlə araşdırma hissəsinə baxmayacağım. Sadəcə məsələlərə baxacağım burada. Başlayırıq. Deməli, qlobal istiləşmə bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biridir. Bu, əsasən insan fəaliyyətinin nəticəsidir. Qlobal istiləşmə dünya okeanında suyun səviyyəsinin artmasına, yer səthinə düşən yağıntıların miqdarının dəyişməsinə, bütün yer üzərində isti hava şəraitinin hökm sürməsinə və səhra ərazilərin artmasına gətirib çıxara bilər. Alimlərin müşahidələrinə əsasən 1960-cı ildən etibarən yer üzündə təqribi orta temperatur artımını müəyyən düsturla hesablanır. Baxın, şagirdlər, artıq buradan məsələmiz başlayır bizim. Orta temperatur artımı 1960-cı ildən sonra müəyyən 10 illiklərin sayına 0,1-ə hasili və 0,5-in cəmi. Baxın, misalda da məsələn verilib. 1980 deyirsə, 80-dən 1960 çıxırıq 2-yə, onu 0,1-ə vurub üstə 0,5 gəlirik. İndi burada biz birincini yazırıq STEAM hissəsində. Siz yazarsınız bura STEAM. Birinci çalışma. Orta temperatur artımı, yəni T 1960-cı ildən keçən 10 illərin sayının x ilə, yəni biz bilmirik də 1960-dan sonra 1970 gəlir 10 illik üzrə, 1980 gəlir, 1990 gəlir, 2000 gəlir və s. Onda biz nə qarıq? T bərabərdir. Bu bilmədiyimiz ildən çıxırıq 1960. Sonra onu vururuq. Burada deyir, axı 0,1-ə vurub üstünə də gəlirik. 0,5. Bu bizim artıq oldu düsturumuz. İkinci çalışmaya baxırıq. İkinci hissəsinə daha doğrusu. 2020-ci ildə 1960-cı ilə müqayisə temperatur artımı nə qədər olmuşdu? Artıq düsturumuz bilir ki, T iləndir də. Yəni biz bu x-in yerinə nə qoyuruq? 2020. Yazırıq 2020 çıxılsın 1960 vurulsun 0,1 üstə gəlsin 0,5. O da bərabərdir şagirdlər. 2020-dən 1960 çıxanda edir 60. 60 vurulsun 0,1 üstə gəlsin 0,5 bərabərdir. Çöldəki pişiyin səsi də ki, bilmirəm, düşür ya düşmür, heç nə day. Deməli, o da edir 66 üstə gəlsin 0,5 bərabərdir
6,5. Deməli 6,5 qədər temperatur olur. Bu qədər. Üçüncü hissəyə baxırıq. Buranı istəyirəm, yer yəqin çox lazım olacaq. T-nin X-dən asılılığına əsasən 2040-cı ilə qədər 10 illiklər üzrə cədvəl tərtib edin və qrafik qurun. Cədvəli belə, ümumiyyətlə biz düsturumuzu yazaq əvvəl. T bərabərdir X çıxılsın 1960 vurulsun 0,1 üstəgələn 0,5. Bu bizim düsturumuzdur. İndi 1960-cı ildən hesablayacaqsa, deməli X-imiz aslı olmayan, T'miz aslı olan dəyişən olduğunuzda X-i birinci yazırıq. Olsun bura 1970, bura 1980, 1990, 2040 deyirəm, 2000, 2010, 2020, 2030, 2040. Biraz yerimiz yaxşı olmadı burada, neysə. Cədvəl tərtib edin. Aha, baxın. 1970-dən 1960 çıxırıq əvvəla. Gətirib yəni 10 edir. Onu 1-ə vuranda 1 eləyir. 1-in üstə də 0,5 gələndə eləyir 1,5. 80 qoyanda 20 edir. 20-ni 2-yə vuranda 2,5. Sonra 1990-ı gətirib qoyuram. Şərtlər maksimumu çalışın, bunu səliqəli köçürün. Mən də yer düzgün götürmədim, niyə belə oldu? 1990 qoyanda 33, 3,5, 2000 olanda 4,5, 2000 olanda 5,5, 6,5, 7,5, 8,5 gedəcək. Yəni 1970-də bu qədərdir, 80-də bu qədər, 90, 2000, 2010, 2020, 2030 və 2040-da da belə olacaq. İndi deyir, buna uyğun bir cədvəl tərtib eləyin. Nə cədvəl tərtib eləyək? Biraz bunu gəlin belə böyüdək. Cədvəlimiz də nə gözəl oldu. Aha. Deməli, biz bura yazırıq biz X, yəni il yazıram bura. Burada T, temperatur. İndi şərtlər X-imizə ildir də. Bura məsələn 1970 olsun. Bura 1980. Bura yazaq 1980. Bura 1990. Bura 2000. Biraz xəttimizi nazikləşdirək. Bura 2010, bura 2020, bura 2030, burada 2040. Aha. Bundan sonra bu hissəyə baxırıq. Bura məsələn 1,5'dir. Bura 2,5'dir. Bura 3,5 daha doğrusu üzr istəyirəm. Bura 4,5'dir. Bura 5,5'dir. Bura 6,5'dir. Bura 7,5'dir. Burada 8,5'dir. Sonra şagirdlər bunları birləşdirirsiniz. 1970'də bu qədər olubsa, burada 1980-lə buranı 2,5, 3,5-lə 1990-ı birləşdirirsiniz. 4,5-lə 2000-i birləşdirirsiniz. 2010-la 5,5-i birləşdirirsiniz. 6,5-lə 2020-ni birləşdirirsiniz. Yəni bu formada birləşdirə 8,5-lə 2040-ı birləşdirirsiniz və belə bir qəşəng cədvəl qururuq. Belə bir qəşəng qrafik alınır. Siz xahiş edirəm maksimum səliqəli eləyin. Belə. Aha, bu da bizim oldu. Bu cədvəlimiz oldu. Bu da qrafikimiz oldu. Sonra biz hara qədər yazmışdıq? 4-cünü yazdıq. Yox. 4-cünü yazmamışıq. Keçsək 4-cüyə. Buranı silirəm.
Bu gedişlə neçənci ildə 1960-cı illə müqayisədə yer üzərində temperatur artımı 0,5 olacaq. Şərhçilər, biz artıq bildik neçənci ildə 1970-ci ildə baxın. Burada göstərmişəm 1970-ci ildə 0,5 olacaq. Qlobal istiləşmənin səbəblərini bunun aradan qaldırılması yolları haqqında internetdən materiallar toplayın və təqdimat hazırlayın. Şərhçilər, artıq bu sizin öz işinizdir. İngilis dilini biliyiniz, rus dili biliyiniz varsa əlavə dil biliyindən istifadə edərək yaza bilərsiniz. Azərbaycan və türk dilləri də təbii ki alternativdir. Yəni türk dili alternativdir, ana dilimiz təbii ki xaric. Sonra təqdimat üçün də müəyyən proqramlar var. Ən yaxşı proqram, yəni Canva-dan istifadə edə bilərsiniz. Bura qədər kanala, səhifəmə daha doğrusu baxdınızsa, videomu izlədinizsə, kanalıma abunə olaraq genişlənməyə vəsilə ola bilərsiniz. Sağ olun, salamat qalın.